Dinsizlərə qulaq asmaq olmaz. Bəli, bu barədə siz məsləhət vermişdiniz. Lakin onlar insanları bu kimi şeylərlə azdırırlar. Məsələn, cənnətdəki şərab, qadın-kişi əlaqəsi, insanlar paltarsız olacaq. Yəni, bəziləri elə düşünür ki, bu dünyadakı kimi kim kimlə əxlaqsızlıq etsə, orada da edə bilər və s. Bu kimi şeylər. Zəhmət olmasa bunlara Quran ilə açıqlama verərdiniz. Bilirsiniz, birinci, Allahsızlara qulaq asmaq olmaz, onlar kafirdir. İkinci, onlar müqəddəs heç nə yoxdur onlar üçün, hər adama. Əgər bir adam Allaha inanmırsa, onun üçün müqəddəs heç nə yoxdur bu dünyada. O adam hər şey eləyə bilər. Nə qorxu var, nə heç nə. Yəni, hətta heyvan Allaha inanır. Hətta heyvanlar Allahı zikirləyirlər. O ki, qaldı, deyir ki, məsələn, gətirirlər ki, orada araq və s. Orada araq, buradakı araq kimi deyil axı. Yəni, orada nə? Orada istəyirsiniz, hamımız oturub sinə vuraq orada, cənnətdə. Cənnətdə Allah Subhanahu taala bizə xəbər verib Quran-ı Kərimdə ki, orada gözəl həyat var. Lakin o şeylər ki, burada qadağandır, orada o demək deyil, eynən bu cür olacaq, yox. O başqa aləmdir. Bura başqa aləmdir. Məsələn, tutaq ki, ananın bətnində bir aləm idi. Hərdən görürsən ki, əkiz olur oğlanla qız. Orada paltarla idilər. Ananın bətnində. İki qardaşla bacı da hayıbdır. İndi biz müqayisə eləyik indiki vaxtda. Deyək ki, qardaşla bacı ananın bətnində. Bu nədir? Paltarsız olublar. O başqa aləm idi. O başqa aləmdir. Bunlar böyük ağıllıdırlar. Özlərini belə ağıllı hesab edirlər. Deyirlər, necə cənnətdə olacaq belə. Olacaq, düz o sənə aid deyil. Əgər o əqidəni ölsən. Sənə aid deyil. Bəli. Aydın.